Boşanmaların əsas səbəbi alimentdir. Çox adam belə yazır. Hansı ata-ana qızını aliment üçün böyüdür? Hansı qız nişanlanır ki, aliment alsın? Hansı qız o gəlinliyi geyinir ki, aliment alsın? Boşanmaların əsas səbəbi alimentdir yazanların əminəm ki, hamısının evində qız övladı var. Yəni, qız övladı qız böyüdürsüz. Necə böyüdürsüz? Çətinliklə deyilmi? Gecə-gündüz işləyirsiniz, oxudursuz, hazırlığa göndərirsiniz, bir ali təhsil alsınlar, universitet bitirsinlər, peşə sahibi olsunlar, gələcəkləri olsun. Məsələn, siz qızınızı aliment üçünmü böyüdürsüz? Boşansın, aliment alsın deyəmi gəlin köçürürsüz? Və bunu yazmamışdan öncə evinizdəki öz qızınızı xatırlayın. Düşünün ki, hansı əziyyətlə onu boya başa çatdırırsınız. Hansı valideyn istəyər ki, min bir əziyyətlə, əzabla böyütdüyü qızı gələcəkdə boşansın, aliment alsın. Ona görə mən qətiyyən o fikirlə razılaşmıram ki, boşanmaların əsas səbəbi alimentdir. Sanki qızların hamısı ailə qurur ki, boşansın, aliment alsın. Belə bir absurd ola bilərmi? Boşanmaların müxtəlif səbəbləri ola bilər. Ola bilər ki, səbəb kişi olsun, günah kişidə olsun, ola bilər günah qadında olsun, ola bilər hər ikisində olsun, ola bilər heç birində olsun. Bəzi ailələr var ki, kişi ilə qadın bir-birini çox sevirlər, yaxşı yola gedirlər, amma məsələn qudalar yola getmir və sonda ailə dağılır. Yəni, boşanmaların müxtəlif fərqli səbəbləri var. Əsassız yerə, boş yerə ailəsini dağıdan kişilər də var, səbəbsiz yerə ailəsini dağıdan qadınlar da var. Bəli, axmaq kişilər də var, axmaq qadınlar da var. Amma bütün günahın hamısını qadınlara yükləmək, demək ki, qadınlar aliment almaq üçün boşanırlar, boşanmaların əsas səbəbi budur. Bax, bu böyük haqsızlıqdır. Heç bir ağlı başında olan qadın, qız ailə qurmur ki, boşansın. Bir yadınıza salın, özünüz necə ailə qurursunuz? Böyük həvəslə, sevgi ilə, böyük ümidlərlə. Hər qız ata evindən çıxanda xoşbəxt olacağına inanaraq çıxır. Hər kəs ailə qurur ki, ana olsun, övladı olsun, xoşbəxt olsun. Hansı qız o gəlinliyi geyinir ki, aliment alsın? Ailələrin boşanma səbəblərindən biri də sizin TikTokda, Instagramda, sosial mediada gördüyünüz o varlı, xoşbəxt cütlüklərdir. Bəzi ər-arvadlar var ki, hesab açırlar və oradan gündəlik həyatlarını paylaşırlar. O təmtəraqlı həyatlarını, varlı, zəngin həyatlarını paylaşırlar. Bəzi qadınlar da, evli qadınlar, onların həyatına baxır, həsəd aparır. Deyir, bax o qadına, onun əri bugün ona bahalı hədiyyə aldı, maşın hədiyyə aldı, hər gün bir xarici ölkədə dincəlirlər, mən niyə onları yaşamayım, mən niyə elə xoşbəxt olmayım və başlayır həyat yoldaşı ilə, əri ilə dalaşmağa, dava-dalaş salmağa. Bu nədən irəli gəlir? O bahalı həyatlara həsəd apardıqları üçün. Olana qane olmadıqları üçün. Və buradan sizə önəmli bir mesajı verim, əziz dostlar, əziz xanımlar. Hər gördüyünüzə inanmayın. Heç də hər şey göründüyü kimi deyil. O xoşbəxt görünən, o bahalı, varlı həyatın arxasında bəzən elə qaranlıqlar yatır ki, sizin ondan xəbəriniz olmur. O xoşbəxt, varlı görünən bəzi cütlüklər var ki, əslində borc, kredit içində batırlar. Sadəcə görüntü olaraq o cür nümayiş etdirirlər, o cəhcəlallı həyatları. Yəni, hər xoşbəxt görünən əslində xoşbəxt deyil. Bəlkə də sizin xoşbəxt gördüyünüz, varlı gördüyünüz, həsəd apardığınız ailələrin içinə daxil olsaz, görərsiniz ki, sizin görmədiyiniz hansı problemləri var. Bəlkə də onların o problemlərini, o dərdlərini bilsəz, gününüzə şükr oxuyarsınız. Onların yerində olmadığınız üçün sevinərsiniz. Ona görə də hər parıldayan qızıl deyil. Hər bahalı, varlı həyata baxıb həsəd aparmayın. O bahalı, varlı həyatın arxasında duran problemlərdən xəbəriniz olmur. Və siz ailə quranda, əziz qızlar, bilirsiniz də kiminlə ailə qurursunuz. Siz bilirsiniz ki, bu oğlanın aylıq gəliri nə qədərdir? Məsələn, 1000 manatdır, deyilmi? Bütün xəyallarınızı, arzularınızı o 1000 manatın içinə sığışdırın. Yox, sığışdıra bilməyəcəksinizsə,
o oğlanla ailə qurmayın. Yəni hər kəs ayağını öz yorğanına qədər uzatmalıdır. Qadınların bütün xəyalları, arzuları ərlərinin büdcəsi qədər olmalıdır. O büdcəni aşmayın. Əgər adam ayda 1000 manat maaş alırsa, necə sizi xarici ölkəyə aparsın? Necə sizə bahalı hədiyyələr alsın? Hər gün restorana aparsın? Mümkündürmü, deyilmi? Təbii ki, o da istəyər. Amma büdcəsi ona yetmir. Bilirsiniz də kiminlə ailə qurubsuz? Yəni öncədən bunların hamısını nəzərə alın, ailə qurun. Sonra ərlərinizdən də hər şeyi tələb etməyin. Kişi bacarmır, maddi olaraq gücü çatmır, sizin istəklərinizi qarşılaya bilmir. Gözləntiniz ərinizin maaşı qədər olsun. Belə olarsa, nə siz üzülərsiniz, nə də həyat yoldaşınız. Yəni qane olmağı, sahib olduğunuzla xoşbəxt olmağı öyrənmək lazımdır.